xilə buğlamasının düzgün hazırlanmağını bizdən öyrənin. Əsl xilə buğlaması sümüklü ətdən hazırlanır. Sadəcə biz onu sümüksüz ətdən hazırladıq ki, yeməyi və servis daha da rahat olsun. Quyruq yağı əridilir, cızdaq olunur. Üstündən quzunun tikələri qovrulur ki, buğlamamız daha da dadlı olsun. Ət qovrulanda quzu üstü vurulur ki, yeməyimizin dadı yerində olsun. Ət suyunu buraxandan sonra soğan, sarıkök, ulu gavalı və ən əsas məsələ sumaxa əlavə olunur. Sonda quzu bulyonu əlavə olunur, vam otda bişirilir. Buğlamamız hazırdır, çəkib göstəririk. Sonda da üstünə doğramış keşniş vurub süfrəyə servis edirik və yanında döyülmüş qırmızı soğan olsa bunun dadına dad çatmaz. Kanal dəyişmir, görüşsün inşallah.